Doğuş zamanı iflic oldu, yoxsulluqdan satdığı itini 15 minə aldı, yazdığı senari ilə əfsanəyə çevrildi. Stallone'nin hekayəsi. Sylvester Gardensio Stallone 6 iyul 1946-cı ildə New York şəhərində anadan olub. Atası İtalyan əsilli, anası isə Rus yəhudisi və Fransız əsilli olub. O dünyaya gələrkən anasının doğuşu ağır keçib və həkimlərin səhvi nəticəsində Stallone'nin sinirlərinə zədə dəyib. Bu səbəbdən onun dodaqları, dili və çənəsi iflic olub. Sylvester'in sözlərinə görə uşaqlığı çox da xoş keçməyib. Üzündəki bu problem sonradan onun tanınmasına səbəb olan bir xüsusiyyətinə, bir növ vizit kartına çevrilib. Valideynləri həm Sylvesterə, həm də kiçik qardaşı Frank Stallone'yə qarşı çox laqeyd idilər. 1957-ci ildə ana və atası boşandıqdan sonra 11 yaşlı Sylvester atası ilə qalır. Davranış problemlərinə görə tez-tez məktəbdən qovulurdu, qiymətləri zəif idi və sinif yoldaşlarının da tez-tez lağa obyektinə çevrilirdi. 1967-ci ildə Miami Universitetində teatr fakültəsində təhsil almağa başlayan Sylvester 1969-cu ildə məzun olmadan universiteti tərk edir. İşlər o qədər pis gedir ki, o və iti Butkus həftələrlə New Jersey avtobus terminalında yatmağa məcbur olur. Hətta sevimli itini yerizdirməyə pul olmadığı üçün onu yad bir adama cəmi $25 satmaq məcburiyyətində qalır. Sonraki illərdə Stallone $15.000 itini alan adamı tapmaq üçün xərcləyir. Nəticədə iti Butkusu taparaq yenidən ona sahiblənir. Stallone 1970-ci ildə 24 yaşında olarkən Departed at Studs adlı yumuşaq porno janrında çəkilmiş filmdə başrolda oynayır. Stallone ulduza çevirən Rocky əfsanəsinin isə maraqlı tarixçəsi var. Sylvester bu film vasitəsilə aktyorluq deyil, eyni zamanda senari yazarlığı və rejissorluq bacarıqlarını nümayiş etdirir. Rocky ekran işi üçün yazdığı senari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. Sylvester'in şərti isə bundan ibarət olur ki, onu həmin ekran işində başrolda çəksinlər. 1976-cı ildə çəkilmiş Rocky filmi bir neçə kateqoriyada Oscar mükafatına layiq görülür. 1985 və 1988-ci illərdə 3 illik fasilələrlə çəkilən Rambo silsilə filmi pərəstişkarlarını ekransız buraxmamışdı. 2008-ci ildə filmin 4-cü hissəsi olan Rambo 4 nümayiş etdirilir. Sylvester Stallone Rocky ilə məşhurlaşsa da, onu bütün dünyanın gözündə qəhrəman edən rol 1982-ci ildə çəkilmiş ilk Qan filmindəki John Rambo obrazı olur. Belə ki, bu obraz izləyicilərin heyranlığını qazanır. Sylvester Stallone Xaç atası filmində rol almaq istəsə də heç bir təklif almayıb. Şəxsi həyatım. Sylvester Stallone 3 dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən 2 oğlu, 3-cü evliliyindən isə 3 qızı dünyaya gəlib. İlk həyat yoldaşı olan Sasha'dan 2 oğlu Sage və Sergio doğulub. 1979-cu il təvəllüdlü oğlu Sergio'ya autizm diaqnozu qoyulur. 1985-ci ildə Stallone Sasha ilə boşanır və Brigitte Nielsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir. 1997-ci ildə isə Jennifer Flavin ilə ailə həyatı qurur və cütlüyün 3 qızı dünyaya göz açır. Stallone'nin oğlu Sage Stallone 2012-ci ildə 36 yaşında olarkən ürək xəstəliyindən vəfat edir. Sylvester Stallone Bruce Willis ilə birlikdə Planet Hollywood restoranlar şəbəkəsinin ortaq sahiblərindəndir.